bu 10 günün həm fəziləti, həm də bu 10 gündə edilən əməllər barəsində danışım. Birincisi, bu 10 günün fəzilətinə gəldikdə, artıq Allah Taala bu Quran-ı Kərimdə bu 10 günə and içərək bu 10 günün şərəfini ucaldıb yüksətmişdir. Necə ki Allah Taala buyurur ki: "Vel fecr ve layalin aşr." And olsun fəcrə, and olsun 10 gecəyə. İbn Abbas, İbn Zübeyr radiyallahu anhuma, Mücahid və başqa sələflərdən varid olub ki, bu 10 gecədən məqsəd Zilhüccənin 10 günüdür. Yəni Allahın da bu 10 günlərə and içməsi bu günlərin fəzilətinə dəlalət edir. Artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin də səhih və açıq aydın sünnəsində bu günlərin fəziləti barəsində bir neçə hədis varid olub. O hədislərdən biri Cabir radiyallahu anh'ın rəvayət etdiyi hədisdir ki, Cabir radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, dünyanın ən əfsəl günləri 10 gündür. Yəni Zülhiccənin 10 günü. Deyirlər ki, Allah yolunda cihad etmək belə onlar mislində deyilmi ya Rasulallah? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah yolunda cihad etmək belə onlar mislində deyil. Yalnız o kəs istisnadır ki, Allah yolunda cihada çıxıb üzü toza torpağa bulaşır. Yəni Allah yolunda cihada çıxır və Allah yolunda şəhid düşür. Hədisi Bəzzar Müsnədində rəvayət edib və Şeyx Albani də səhih demişdir.